Salamlar vaxtınız xeyir olsun. Biz 2007-ci il coğrafya dərsliyindən bölümü 6.2 Azərbaycanda rural və urban mövzusunun izahlarına baxacağıq. Gəlin vaxt itirmədən mövzuya tanış olaq. Azərbaycanda hər kənddə ortalama 750 nəfər yaşayır. Ölkəmizdə kəndlər əsasən çay sahillərində, düzənliklərdə yerləşir. Orta və yüksək dağlıq ərazilərində kəndlərin sayı az, əhali isə seyrəkdir. Dünyada ən hündür yerləşən yaşayış məntəqələrindən biri Azərbaycanın Quba rayonunun Xanalıq kəndindədir. Dəniz səviyyəsinin hündürlüyü 2 metrdən çoxdur. Xanalıq kəndinin 5 minlik tarixi olduğu üçün 2023-cü ildə UNESCO-nun dünyanın irsi siyahısına daxil edilmişdir. Yəni dünya irsi siyahısına daxil edilmişdir. Buna qədər oxuduq. Gəlin mətn dayanını təhlil edək. Deyir ki, Azərbaycanda ortalama kəndlərdə neçə nəfər əhali yaşayır? 750 nəfər yaşayır. 750 nəfər yaşayır. Daha sonra ölkəmizdə kəndlər əsasən harda yerləşir? Çay sahillərində, sonra düzənliklərdə yerləşir. Daha baxaq, orta və yüksək dağlıqda isə əhali seyrək məskunlaşır. Dedik, əhali harda sıx məskunlaşır? Çay və düzənliklərdə. Harda seyrək məskunlaşdı dedik? Dedik ki, orta və yüksək dağlıqda əhali seyrək məskunlaşmışdır. Dünyanın ən hündürdə yerləşən yaşayış məntəqələrindən biri Azərbaycanın Quba rayonunun Xanalıq kəndində yerləşir. Dedik ki, Xanalıq kəndi hündür bir ərazidə yerləşir. Görək onun hündürlüyü nə qədərdir? Dəniz səviyyəsinin onun hündürlüyü 2 metrdən çoxdur. Və Xanalıq kəndinin 5 minlik tarixi olduğu üçün 2023-cü ildə UNESCO-nun dünyanın irsi siyahısına daxil edilmişdir. Yəni UNESCO necə deyim, tarixi abidələri, dünyadakı olan tarixi abidələri qorumaq üçün yaradılmış bir təşkilatdır. Daha sonra Qarabağın işğaldan azad edilmiş ərazilərindən müasir ağıllı kəndlər tikilir. Bu kəndlər ağıllı işıqlandırma sistemi, istiyə və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərindən də istifadə kimi müasir şəhərsalma standartlar tətbiq edilir. Belə kəndlərin biri də hazırda əhli məskunlaşdığı Zəngilan rayonunun ağıllı kəndidir. Dedik ki, Qarabağda yəni işğaldan azad edildi. 2020-ci ildə və 2-ci Vətən müharibəsində azad edildi işğaldan bilirik. Yəni Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirik. Yəni dedik ki, Qarabağ işğaldan azad edilmiş ərazilərində də yəni yeni layihə kimi ağıllı kəndlər tikilir. Bu kəndlər işıqlandırma sistemi, istiyə və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərindən istifadə, həmçinin müasir şəhər standartlarından tətbiq olunur. Və belə kəndlər hazırda əhali məskunlaşdığı Zəngilan rayonudur. Buna qədər dərsimizi oxuduq. Gəlin isə fəaliyyət sonlarına baxaq. Nə üçün Azərbaycanda kəndlərin çoxu sahillərdə və düzənliklərdə yerləşir? Bunun səbəbi əlverişli olmasıdır. Yəni bilirik ki, suya yaxın yerdə, məhsuldar olan yerlərdə əhali daha çox məskunlaşır. Dağlı ərazilərdə isə bu təbii ehtiyatlar nisbətən məhdud olduğu üçün orta və dağlı ərazilərdə isə əhali seyrək məskunlaşır. 2-yə baxaq. A və B şəkillərinin əsasən tapşırıqları yerinə yetirin. A şəklində Xanalıq kəndi, B şəklində isə Zəngilandakı müasir ağıllı kənddir və bunların bizdən müqayisəsini istəyir. Baxaq, A-da deyir ki, məntəqənin yerləşdiyi İnzibati rayonun mövqeyini müəyyən edin. Baxaq, mövqeyini müəyyən edəndə, baxaq, Xanalıq kəndi Quba rayonunda yerləşir. Müasir ağıllı kəndi isə Zəngilan rayonunda yerləşir. Biri Quba Xaçmaz İqtisadi Coğrafi rayonunda, biri isə Şərqi Zəngəzur İqtisadi Coğrafi rayonunda yerləşir. İqtisadi Coğrafi rayonları keçdiyimiz zaman biz mövzuya ətraflı toxunacağıq. Daha sonra relyefinə baxaq, görək hansının relyeflərinə baxaq. A-da Xanalıq kəndi görürük ki, 2 metr hündürlükdə yerləşir və dağlıq ərazidədir. B-yə baxırıq, müasir ağıllı kəndi isə düzənlik ərazidə yerləşir və ərazidə desən çaya yaxın yerləşir və bu ərazinin torpaqları daha məhsullardır. Ağıllı kənd dedik ki, harda yerləşir? Zəngilan rayonunda yerləşir. İqlimini müəyyən edin. İqlimini müəyyən etmək üçün baxın, siz iqlim dərsindən də biz bilirik ki, Azərbaycan hansı iqlimlər var deyərəm, səhra və quruçul iqlimi, mülayim isti iqlim, soyuq iqlim və dağ tundra iqlimi mövcud idi. Xanalıq kəndi mülayim isti iqlim tipində yerləşəcək. Ağıllı kəndi isə, yəni Zəngilan rayonu isə yerləşəcək harda? Yəni səhra və quruçul iqlimdə yerləşəcək. Biçə baxaq, C şəklinə nəzər salın. C şəklində coğrafi qəsəbəsi verilmişdir, yəni Sumqayıtın coğrafi qəsəbəsi verilmişdir.
Zorat və A və B şəkillərindəki yaşayış məntəqələrinin nə ilə fərqlənir? Baxın, A və B-də adı kənd yaşayış məskəni, rural tipli yaşayış məskəni təsvir olunur. C-də isə demişdik qəsəbə nədir? Ruralla urban arasında keçid yaşayış nə deyirlər? Məskənidir. Həm qəsəbədə kənd təsərrüfatla əhali məşğul ola bilir, həm də iqtisadi fəaliyyətlə məşğul ola bilir. Ona görə dedik ki, fərqi budur. Yəni dedik ki, Zoratda həm əhali kənd təsərrüfatla məşğul olur, həm də əhali iqtisadi fəaliyyətlə məşğul ola bilir. Zoratın inkişafı onun gələcəkdə hansı yaşayış məntəqəsinə çevrilməsi nəticə verə bilər? Zoratın inkişafı onun gələcəkdə, yəni urban, yəni şəhər tipli yaşayış məskəninə çevrilə bilər. Yəni gələcəkdə Zorat şəhəri yarana bilər. Sonra dərsimizə davam eləyək. Baxaq. Azərbaycan əhalinin sayı Azərbaycanda əhalisinin sayı 15.000 nəfər olan və insanların kənd təsərrüfatla məşğul olmadığı yaşayış məntəqələri şəhər adlanır. Deyir, şəhərin tərifi nə oldu Azərbaycan üçün? Bura diqqətlə oxuyun. Dedik ki, əhalinin sayı 15.000 nəfərdən çox olmalı və əhali kənd təsərrüfatla məşğul olmadığı yerlər nə adlanır? Şəhər adlanır. Şəhərlərdə əhali əsasən sənaye, ticarət, bank işləri və digər işlərlə məşğul olur. Ölkəmizdə əhalinin 55%-ə qədər şəhərlərdə yaşayır. Dedik, şəhərin termini nə oldu? Yəni Azərbaycan üçün dünyada bu fərqli ola bilir. Bəzi yerlərdə 1000 nəfər, bəzi yerlərdə 5000 nəfər, 10.000 nəfərə qədər yəni qəbul oluna bilir bu əhalinin sayı. Yəni ki, 15.000 nəfərdən çox olmalı və əhali kənd təsərrüfatla məşğul olmadığı yerlərə nə deyirlər? Nə deyirdilər bunlara? Şəhər məskənləri deyilir. Yəni şəhərlərdə əhali sənaye, ticarət, bank işləri və digər işlərlə məşğul olur. Ölkəmizdə əhalinin 55%-ə qədər şəhərlərdə yaşayır. Şəhər əhalisinin böyük hissəsi, yəni dedik ki, böyük hissəsi Bakı şəhərində cəmlənmişdir. Yəni ölkəmizdə əhalinin neçə faizi şəhərlərdə yaşayır? 55% şəhərlərdə yaşayır və Bakı şəhəri, onun da böyük hissəsi Bakı şəhərində cəmlənmişdir. Və yəni şəkildə də görürük ki, bir də qədim Şəki şəhəri və yerdə yeni Xırdalan şəhəri yaranmışdır. Sonra ölkəmizin şəhəri, qəsəbə və kəndləri rahat idarə etmək üçün onun müxtəlif ərazilərə bölünür. Buna da inzibati ərazi bölgüsü deyilir. Yəni deyək ki, inzibati ərazi bölgüsünün tərifi nə oldu uşaqlar? Deyək ki, ölkəmizin şəhər, qəsəbə və kəndləri rahat idarə edə bilmək üçün onun müxtəlif ərazilərə bölünür. Bu ərazilərdə inzibati ərazi bölgüsü adlanır. İnzibati ərazi bölgüsü deyilir. Yəni Azərbaycan inzibati cəhətdən 67 rayona, 79 şəhərə və 4246 kəndə bölünür. Baxın, 67 rayon, 79 şəhər və 4246 kəndə bölünür və bir Muxtar Respublika var ki, bu da hansı Muxtar Respublikamızın Naxçıvan Muxtar Respublikasına bölünür. Yəni bu oldu Azərbaycan inzibati ərazi bölgüsü. Rayon arasında çoxlu sayda kəndlər və şəhər stasionarları rayon mərkəzində yerləşir. Rayonun icra hakimiyyətləri tərəfindən dağılır. Yəni dedik ki, rayonların arasında çoxlu sayda kəndlər və rayon mərkəzi, yəni şəhər stasionarı olmuş rayon mərkəzi yerləşir. Rayonlar icra hakimiyyətinin hakim tərəfindən idarə olunur. Onlar Azərbaycan Respublikası prezidenti təyin edir. Kəndləri isə icra hakimiyyətinin nümayəndəliyi idarə edir. Yəni kəndlər rayon mərkəzi sayılan şəhər sunucuları isə paytaxta tabedir. Rayon mərkəzi olmayıb paytaxta tabe olan böyük şəhərlər də vardır. Bunlar hansılardır? Bunlar Gəncə, Şirvan, Mingəçevir, Xankəndi, Naxçıvan, Naftalan şəhərləridir. İnzibati idarə etmə pyramidasını görürsünüz. Kənd idarə etmə, sonra rayon mərkəzi idarə etmə və paytaxt idarə etmələrdir. Daha sonra 4-də baxaq, Azərbaycan siyasi inzibati xəritəsində rayon mərkəzi olmayan böyük şəhərləri müəyyən edin. Bunları özünüz xəritədəki tapa bilərsiniz. Yəni siyasi inzibati xəritədən istifadə edərək Gəncədir, Şirvandır, Mingəçevir, Xankəndi, Naxçıvan, Naftalan və digər şəhərlərimizdə tapıb xəritədə qeyd edə bilərsiniz. Azərbaycanın siyasi inzibati xəritəsində xəritənin əsasən yer şəhərlərinin müəyyən edib olan təbiətinə dair fikirlərini söyləyin. Şəki şəhəri,
Şəki-Zaqatala iqtisadi coğrafi rayonunda yerləşəcək, iqlimi mülayimdir və əsasən dağlıq iqlim dağlıq relyef hakimdir. Xırdalan şəhəri isə yeni yaranmış bir şəhərdir, yəni qəsəbədən şəhərə çevrilib və yarımsərhəd Qulçar ilində yerləşir, düzənlik və çökəkli ərazilərdə yerləşir. Sonra baxın, altıya bax, Azərbaycan siyasi inzibati xəritəsinə əsasən rayonlar aşağıdakı kimi qruplaşdırın. Sahəli rayonlar hansı ola bilər? Bunlar Xaçmaz, Şabran, sonra Abşeron rayonları, Salyan, Şirvan, Astara rayonlarını biz burada qeyd edə bilərik. Qonşu ölkələrlə sərhəddə yerləşən şəhərlərimi deyin. Astara şəhərini biz burada qeyd edə bilərik. Beyləqan şəhərini, Cəlilabad, Zəngilan, Laçın, Kəlbəcər, sonra Şahbuz şəhərini biz burada qeyd edə bilərik. Kürd sahəsində yerləşən şəhərlər deyə qeyd edirik. Hansı şəhərlərimiz var? Bərdə şəhəri, Mingəçevir şəhəri, Yevlax şəhəri, Salyan şəhəri və digər şəhərlərimiz də nədir? Kürd sahəsində yerləşir. Yəni adlar saydarım. G şəklindəki rayonun yaşayış məntəqələri F-dəki kimi piramidasını qurun. G-dəki Qax rayonu təsvir edilib. Qaxda kəndlər və şəhər mərkəzi rayonlar və sonda isə paytaxtdır. Paytaxt olacaq. Qax rayonu paytaxta tabe deyil. Amma yenə də kənd rayon mərkəzi ağırlığıdır. Lakin müəyyən qanunlar və qaydalar paytaxtdan icra edici orqanlar tərəfindən nə olur? İcra hakimiyyətlərinə göndərilir. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşərik. Hələlik.